YPX əməkdaşı bahalı bir maşını saxlayır. Sürücü kəmər taxmayıb, polis yaxınlaşır, pəncərəni döyür. Sürücü şüşəni endirir, üzündə çox arxayın, hiyləgər bir təbəssüm var. Sürücü bəy, sənədlər, təhlükəsizlik kəmərini niyə taxmamısınız? Qanunu pozursuz. Rəis, taxmışam, sadəcə siz görmürsünüz. Bu kəmər xüsusi nanotexnologiyadır. Yaponiyadan gətizdirmişəm. Görünməz kəmərdir. Paltarı əzməsin deyə elə düzəldiblər ki, gözlə görünmür, amma var. Hə, deməli görünməz kəmərdir, Yapon malı, maraqlıdır. Polis heç nə demir. Bloknotunu çıxarır, qələmi havada yelləyir, amma vərəqə heç nə yazmır. Sonra boş vərəqi qırıb sürücüyə uzadır. Buyurun, sürücü bəy, bu da sizin protokolunuz. İmzalayın. Rəis, axı bu vərəq boşdur. Burada heç nə yazılmayıb. Mənimlə məzələnirsiz, sən zarafat eləyirsən? Yox əşi, nə zarafat? Sadəcə qələmdə nanotexnologiyadır. Cərimə görünmür, amma 60 manat kartından çıxanda görəcəksən ki, mən çox ciddiyəm. Yaxşı yol.